Hər kəs salam əziz abituriyentlər və ümumi və sertifikasiyaya hazırlaşan dəyərli müəllimlər. Bugün sizlərlə bərabər tarixdən daş dövrünə aid bloka düşə biləcək modellər işləyirik. Başladıq ilk sualdan. Ümumiyyətlə 30-30 yazmaq üçün hər bir mövzunu əzbərə bilməyə ehtiyac yoxdur. Sadəcə olaraqdan xüsusi test işləmə taktikalarını bilmək lazımdır. İndi isə başladıq. Deyir ki, Azərbaycanın ən qədim insan məskəni olduğunu təsdiq edən bir abidənin yerləşdiyi ərazinin xəritədə müəyyən edin. Bilirik ki, bu qadın Açan sümüydür. Hətta dünyada 5-ci ən qədim tapıntı olaraq görülüb. Ona görə də cavab burada 1 olacaq. Nəzərə almaq lazımdır. İndi 1 olan variantda orada A variantıdır. Bəli. Burada cavab A variantı. Sonra alt paleolit dövrünə aid deyil deyir. İndi baxaq. Deyir ki, bacarıqlı insan tipinin mövcud olması bu aiddir, ona görə getdi. Əmək alətlərinin asan parçalan daşlardan hazırlanması bəli aiddir. Nəzərə almaq lazımdır ki, ilk dəfə olaraq ilk insan alətləri yer qazan çubuq, dəynək, sivri daş olub. Ovçuluq və yığıcılığın əsas məşğuliyyət sahəsi olması bu da aiddir. Qəbilələrin həyatında baxın cavab budur. Niyə görə? Çünki bu dövrdə qəbilə yox idi uşaqlar. Ona görə bu dövrdə ulu icma idi. Yəni ilk insan birliyi. Bir də insan ilk dəfə odla tanış olması əlbəttə ki, səhvdir. Yəni düz variantdır. İlk dəfə insan odla elə ulu icma dövründə, yəni alt paleolit dövründə tanış olub. Deyir ki, uyğunluq gözlənilməmişdir. Yəni uyğunluq gözlənilməyib. Özünüzə belə yanına belə işarələr qoyun ki, sizə cavab tapmaq daha asan olsun. İlk dəfə axirət dünyasına inam yaranıb orta paleolit dövründə. Bu axirət düzdür. Təbiət qüvvələri də gedir. Ox və kaman ixtira olunmuşdu. Mezolit dövründə düzdür. Dəfn edilənlərin yanına ilk dəfə məişət əşyası qoyulub neolit dövründə. Burada cavab artıq səhvdir. Niyə görə? Çünki neolit deyil də mezolitdir. Uşaqlar sizə bir dənə belə taktik öyrədim ki, məsələn, mezolitdə nələrə aiddir? Mikroalit alətlər, maldarlıq, bir də ki, məişət əşyası. 3 dənə M-dır, 3-ü də ki, məsələ mezolitə aiddir. Yəni 3 dənə M ilə yadda saxlayın ki, mezolit dövrünə aid olanlar ilk dəfə maldarlıq, eyni şəkildə məişət əşyası, yəni bu şəkildə nəzərə sala bilərsiniz. Daha sonrasında heyvanların əhliləşdirilməsi sona çatdı. Enolit dövrü düzdür. Yəni burada cavab artıq C-dir. Yəni bunu bildiniz. Bir də ki, ağıllı insan meydana gəldi, o da düzdür. Paleolit dövrünə aid yaşayış məskənlərinə aid deyil. Xüsusilə imtahanda da işləyərkən bu şəkildə aid deyil. Belə vurğulayın ki, tam yadınıza düşsün. Yəni belə. Gəldik, damcılıdır, getdi, qazmadır, getdi. Çünki bunlar həqiqətən də ora aiddir. Deməli, 1 ilə 4-ü silirsən, 1-i silirsən, 1-i silirsən. Qalır ya 2, 3, ya 3, 5. Bu üzərdə ki, Kəlbəcərdə o da getdi. Olur 2, 3. C variantı. Deməli, uşaqlar, buradan hələ ki, düşə bilən modellər nələrdir? Baxın, uşaqlar, bu düşə bilmə ehtimalı yüksək modeldir. Yəni, ümumiyyətlə, bu ildə uşaqlara, yəni ibtidai icma quruluşu ilə bağlı heç bir şəkildə xəritə sualı salmadılar. Yəni, bunun düşmə ehtimalı yüksəkdir. Alt paleolit dövrünə aid deyil. Bu, əsasən düşmür. Yəni, məsələn, bu şəkildə düşməsə də yazıla bilər. Neolit dövrünə aid deyil, mezolit dövrünə aid deyil. Bu, düşmə ehtimalı olan bir sualdır. Amma əsasən bu asanlıqda gözlənilmir. Uyğunluq gözlənilməmişdir. Bunun da düşmə ehtimalı var, amma belə dəhşətli dərəcədə 100% düşmə ehtimalı yoxdur. Paleolit yaşayış məskənləri ümumiyyətlə bu sual belə deyək ki, uşaqlar ümumiyyətlə düşmə ehtimalı olmayan sualdır. Yəni bu şəkildə özü sual qoymur. Gəldik nəyə? 5-ci suala baxırıq. Deyir ki, uyğun variantı seç. Eramızda əvvəl 135-ci minillik uşaqlar təbiət qüvvələri axirət dünyası. Buna elə baxan kimi bilmək olur ki, bu sizə orta paleoliti deyir. Elə mən də orta paleoliti yazıram ki, mənə asan da olsun, yəni çaşmayım. 35-12-ci minilliklər bilirik ki, bizə üst paleoliti deyir və 12 və 8-ci minilliklər deyəndə isə bilirik ki, mezoliti deyir. Baxın, mezolit dövründə mikrolit, maldar və məişət əşyaları 3 dənə M. Burada da elə M-dır. Ona görə nəzərə alın. İndi məndən nə istəyir? Deyir ki, yəni üst paleolit dövrünə aid olan seç. Nitq ən əlverişli ünsiyyət vasitəsindən çevrilib düzdür. Uşaqlar, bunun səbəb nəticə kimi sualları salırlar. Məsələn, yaza bilər ki, səbəb yəni nitq ən əlverişli ünsiyyət prosesindən çevrildi. Nəticə isə ağıllı insan yarandı. Yəni onu düz götürəcəksiniz, çünki həqiqətən də elədir. Yaxşı, süni odun kəşf olunması bu səhvdir. Niyə görə? Bu orta paleolitə aiddir. Ovçuluğun əsas peşəyə çevrilməsi bu səhvdir. Ümumiyyətlə bu alt paleolit dövrünə aiddir. Toxa əkinçiliyinin meydana gəlməsi bu neolit dövrünə aiddir. Bu da getdi. Bir də giy qablarının istehsalına başlanması bu da duluzçuluqdur uşaqlar. Bu da neolitdir. Bu da neolitdir. Bu da neolitdir.
Eramızdan əvvəl 12 və 8-ci minliyə aid deyil. Yəni mənə deyir ki, mezolit dövrünə aid deyil. Bax, üstündə mezolit yazıram ki, mənə asan da olsun. Baxaq nələrdir. Deyir ki, uşaqlar, əkinçi və heyvanların əhilləşdirilməsindən başlanması, bəli, mezolitdə əhilləşdirilib. İlk əhilləşdirilən heyvan itdir, sonra əhilləşdirilən heyvan isə atdır. Evlərin dairəvi formada tikilməsi cavab budur. Çünki bu dairəvi formada çiy kərpicdən və möhrədən tikilmə eneolit dövrünə aiddir uşaqlar. Ana xaqanlığının mövcud olması, bəli, ana xaqanlığı üst paleolitdə başlayıb, erkən türk dövrünə qədər də davam edib. Təsərrüfatda daş alətlərdən istifadə edilməsi uşaqlar ümumiyyətlə belə deyək də alt paleolitdən başlayaraq məsələn erkən türk dövrünə qədər, yəni eneolit dövrü də daxil olmaqla əsas belə deyək daşdan istifadə olunub. Bir də əkinçilik və maldarlığın əsası qoyulması, bu da mezolit dövrünə aiddir. Ona görə getdi. Bir dəqiqə. Bizə aid deyil deyir. Hə, cavab onda olacaq uşaqlar burada. Burada evlərin dairəvi formada tikilməsi olacaq. Cavab B variantı. Eneolit dövrünə aiddir. Uyğunluq gözlənilib. Azıq mağarasında mövcud olan ocaq izləri, daha doğrusu ocaq qalıqları orta paleolit dövrü, xeyli uyğunluq gözlənilib çünki alt paleolit dövrüdür. Heyvanın çəniz ümumi orağın hazırlanması neolitdir, bəli düzdür, Göytəpədə tapılıb. Qayıqların hazırlanmağa başlanması eneolit dövrü deyil, mezolitdir. Süni odun kəşf olunması, bu da üst paleolit dövrüdür. O da uyğunluq gözlənilməyib, çünki süni od orta paleolitdir. Və bacarıqlı insanların meydana gəlməsi mezolit deyil, alt paleolitdir uşaqlar. Nəzərə alın. Bunu sildik, getdik bura. Hə, uşaqlar, indi gəldik nəyə? Buradan düşmə ehtimalı olan sual hansılardır? Baxın, bu sualın düşmə ehtimalı %60%-dir. Belə sual əsasən salmırlar. Ümumiyyətlə, MİQ və sertifikasiyaya hazırlaşan müəllimlər üçün gözlənilən bir sual modelidir. Yəni, bunu MİQ və sertifikasiyaya hazırlaşan müəllimlər baxsın. Yəni, abituriyent elə sual gözləməsin. Uyğunluq gözlənilmişdir. Bu sualda yenə də deyirəm, eyni şeydir. Uyğunluq gözlənilib və yaxud gözlənilməyib düşmə ehtimalı olan, amma yüksək olmayan sual modellərdir. Amma məsələn, bu 8-ci sual MİQ və sertifikasiyaya 100% düşə biləcək modeldir. Yəni, belə deyək də, 100%. Üst paleolit və mezolit dövrlərinin orta cəhətlərini müəyyən eləyin. İndi baxaq uşaqlar, deyir ki, ulu icmanın mövcud olması. Ümumiyyətlə, üst paleolit və mezolit dövrünə orta cəhət nədir? Baxaq, ulu icmanın mövcud olması. Ümumiyyətlə, üst paleolitdə ulu icma yox idi, ona görə silirəm. Ancaq hələ ulu icma, yəni üst paleoliti nəzərdə tutun. Süni oddan istifadə edilməsi, bəli, bu cavab düzdür. Əhalinin ovçuluqla məşğul olması, bəli, bu da cavab düzdür. Daha doğrusu bu cavab səhvdir. Niyə görə? Çünki əhali uşaqlar ilk dəfə olaraqdan ovçuluqla nə vaxt məşğul oldular? Maldarlıq. Bəli, bu cavab düzdür. Bir dəqiqə üzülürsən, maldarlıqla qarışdırdım. Bunu da götürürük 2-3. Bir də Homo sapiens'in mövcud olması tamamilə düzdür. Olacaq 2-3-4 uşaqlar cavab. 5. Heyvandarlığın əsas təsərrüfat sahəsi olması, bu artıq neolitdir. İndi belə bir sual yaranır. Maldarlıq nə vaxt yarandı? Yəni heyvandarlıq. Yaranıb uşaqlar mezolitdə. Bəs nə vaxt əsas məşğuliyyət sahəsi olub? Artıq olacaq neolitdə. Bunu yadda saxlayın. Yəni bu sualın düşmə ehtimalı belə deyək də %100%, %90%-dir. Göstərilənlər aiddir. Belə sual da düşə bilər abituriyentlər xüsusilə. Çünki hərdən belə asan suallar salırlar və uşaqlar çox çaşırır qalır. Süni od kəşf olundu, axirət dünyasına inam yarandı. Əlbəttə bilirsiniz ki, orta paleolitdir. Yəni sonra gəldi uşaqlar bura. Deyir ki, eramızda əvvəl 35 və 12-ci minliyə aid deyil. Bu bizdən nə istəyir? Yəni üst paleolit dövrünü istəyir. Homo sapiens'in meydana gəlməsi aiddir. Süni odun kəşf olunması orta paleolit, qəblə icmasının yaranması orta paleolit, daha doğrusu üst paleolit ona görə getdi. Axirət dünyası orta paleolit. Burada da cavab 2-4-dür. Uşaqlar, bunun da düşmə ehtimalı belə deyək 40%, 50% düşə bilər. Xüsusilə belə sual düşmə ehtimalı var. Yəni bunu da nəzərə alın. Hətta buna mən %60-70 deyərəm ki, bu il bu sual gözlənilir. Alt paleolit. Baxaq. Deyir ki, uyğunluğu müəyyən edin. Qədim insanların sivri daş, yerqazan çubuğu və dəynəkdən istifadə etməyə başlaması uşaqlar. İlk bayaq dediyim cümlənin təkrarıdır. Yəni bu A variantı buna aiddir. Təbiət qüvvələrinin inamın yaranması uşaqlar. Bu axirətə inam meydana nəzərdə tutulursa, o orta paleolitə gedir.
Üst paleolitdə deyir ki, ana xaqanlığın meydana gəlməsi, bəli, əhalinin əkinçi və maldarlıqla məşğul olması. Bəli, bu maldarlıq mezolit bayaq da dedim, ona görə bu gedir. Etin əhliləşdirilməsi, o da ki mezolitdir, ona görə o da gedir. Cavab olur A, B, C. Uşaqlar, bir dənə burada qarşılaşılan məqam nədir? Təbiət qüvvələrinə inam meydanı deyirsə, yəni axirəti inam deyirsə, bəli, bunu biz orta paleolit götürürük. Amma məsələn, ata sitayiş olsun və yaxud da belə deyək də suya, oda, günəşə, bunlar artıq nə gedir uşaqlar? Son tunç dövrü gedir. Bunu nəzərə alın. 23. Alt paleolit, orta paleolit oxşar. Yəni bu düşmə ehtimalı olan bir sualdır, amma daha çox belə sualı çətin sual sanmırlar ibtidai icma ilə bağlı. Gəldik. Neandertal insanların formalaşması. Uşaqlar, bu açığı ancaq orta paleolitə aid olacaq. Yeni insan tiplərinin meydana gəlməsi hər ikisidir. Daş əmək alətlərinin istifadə edilməsi hər ikisidir. İnsan sürülərinin bir dənədir. Sallardan istifadə edilməsi üst paleolitdə heç birinə aid deyil. Homo sapiensin mövcud olduğu dövr üçün səciyyəvi deyil. Yəni bizdən deyir ki, üst paleolitə, ümumiyyətlə hədə üst paleolitə mövcud olduğu dövr üçün səciyyəvi deyil. Yəni məndən alt paleolit istəyir, orta paleolit istəyir. Bu icmanın meydana gəlməsi gördüyünüz alt paleolitdə insanlar ilk dəfə çaxma daşı və demir gözündə əmək alətlərinin hazırlanması ilə bu da alt paleolitdir. Mağaralarda ocaqların qurulmasına bax, ilk dəfə sözünə görə götürdüm cavab olaraq. Bunu nəzərə alın. İndi burada bir dənə toxunulacaq məqam nədir uşaqlar? Əgər məsələn insanlar çaxmaq daşından və dəvə gözündən uşaqlar mezolitdə də istifadə edib. Amma ilk dəfə sözü işi artıq düzəldir. Yəni ilk dəfə sözü olmasaydı mən götürməzdim, amma ilk dəfə var. Mağaralarda ocaqların qurulmasına başlanması bu səhvdir. Yəni başa düşmədim. Mağaralarda ilk dəfə ocaqların qurulmasına başlanması nə deməkdir? 2 yaxşı 1 2 3 əkinçi və maldarlığın aiddir, metaldan aiddir. Yəni cavab 1 2 3 götürürəm. Çünki mağaralarda yəqin ki ocaq izləri nəzərdə tutulurlar. Biraz belə sualda dəyişik qoyublar. Xronojarcılığı təyin edin. Düşmə ehtimalı, yəni hətta 70 deyərəm. Yəni %60-70 arasında olan bir sual modelidir. Mikrolit bax M mezolitə aid olanlar mikrolitdir, maldarlıqdır, bir də ki məişət əşyalardır. Yəni bunu nəzərə alın. Təbiət qüvvələrinə inamla bağlı dini təsəvvürlərin formalaşdığı xeyr. Bu orta paleolitdir. Nitqin əsas ünsiyyət vasitəsilə çevrilməsi bu üst paleolitdir. Toxuculuğun meydana gəlməsi bu da neolitdir. Təbiət qüvvələrinə inamla bağlı dini təsəvvürlərin formalaşmağa başlanması nitqin əsas ünsiyyət mən nə danışıram? Bəli, bu mezolit. Sonra təbiət qüvvələrinə inamla bağlı uşaqlar üzrü sayın orta paleolit. İnanın ki, yəni bu artıq 6-cı video çəkirik. Ona görə biraz belədir. Nitqin əsas ünsiyyət vasitəsi bu üstü. Bir də uşaqlar toxuculuğun meydana gəlməsi neolitdir. İndi burada cavab olacaq 2 3 1 4 2 3 1 4. Bugünkü videomuz bu qədərdir uşaqlar. Yəni hər birinizə uğurlar arzu edirəm. İnşallah hər kəs istədiyi nəticədən daha yüksək nəticə əldə edər. Belə deyək ki, hər gün belə davamlı video atacağıq. İzləmədə qalın.